Salam. Videomuza başlamadan önce size drbios.com saytı hakkında məlumat verim. Qeyd edim ki, bu tanıtım reklam xarakterli bir tanıtımdır. Səhifədə həm bioslar, həm sxemalar və video dəstəklər mövcuddur. Qeyd edim ki, biosların tamamı işlək vəziyyətdədir. Yəni işlək anakartlardan backup alınaraq yerləşdirilib. Video dəstəklərdə də hətta mənim də belə deyək ki, video dəstəklərim var. Burada altyazı olaraq tərcümə olunub. Qeyd edim ki, sayt VIP olaraq fəaliyyət göstərir. Yəni pulludur. Yəni belə deyək, orada olan bir çox videolar var. Qeyd edim ki, hətta burada belə deyək, UMA rejimlər də var. UMA rejimə çevrilmək haqqında da var. Qeyd edim ki, mən yəni əvvəlcədən bura qeyd olmuşdum, lakin burada VIP olduqdan sonra bir çox modelləri UMA rejim və s. yəni hətta mənim UMA etmədiyim modellər belə burada UMA olaraq yerləşdirilib. Belə sizlər də tövsiyə edərdim. Yəni saytı da işlədən müsəlman bir qardaşımızdır. İnşallah ki, işinizə yarayacaq bir saytdır. Qeyd edim ki, mən də artıq istifadə edirəm. Salam, bugünkü dərsimizdə bir ədəd Toshiba A655 anakartı var. Platformamız hardadır? Aha, platformamız digər üzündədir. Platformamız Compal La 6061P Reviziya 2.0 Haşim 55 chipsetli birinci nəsil A3 mikroprosesor. 4 ədəd də 4 GB RAM, hər iki slotda 2 GB DDR3 RAM var. Deməli, problem nədir? Qeyd edim ki, anakartımız Bakı servislərindən birindən gəlib. Anakartımızda diaqnostik olaraq güya mikroprosesor belə deyək, sıradan çıxıb. Daha sonra mən açdığım zaman gördüm ki, Haşim chipsetimizin üstündə burada gördüyünüz kimi qoruyucu izolyasiya plyonka olur. Burada da diqqətlə baxdığımız zaman biraz qızartılar var. Bu tərəfdə də azca qızartı. Yəni buranda götürüb siliblər. Heç belə əhəmiyyətsiz yerə, yəni heç ehtiyac yoxdur chipseti isitməyə. İlk öncə qeyd edim ki, anakarta su dağılıb və gördüyünüz kimi burada PU7 mikrokontrolleri var. APW 3071'dir. Sxeminə baxıb dəqiq deyərəm. Belə bu bölməyə su dağılıb və qeyd edim ki, start var. Lakin bu bölmədən də belə cızıltı bir səs gəlir. İlk öncə adaptorumuzu qoşaq. Gördüyünüz kimi LED işıq yanır. Yəni stabil olaraq 3.3 və 5 voltaj var. Power always voltaj normaldır. Start verək. Mikrofona səsi düşür ya yox. Heç bir cızıltı gəlir. Amperimiz isə amperimizdə 0.65. Təbii ki, bu amperə görə belə deyək, chipsetimizdən insilyasiya getmir. Yəni belə deyək, mən videodan öncə droselimizi yoxlamışam. 1 voltaj var. 1 voltaj var. Qeyd edim ki, bu PL6 drosel əsas B+ bölməsidir. Yəni 19 volt daxil olur. Bunun belə deyək, 3-cü ayağına 19 volt daxil olur. Daha sonra bunun səhv eləmirəmsə 2-ci ayağı. Bəli, 2-ci ayağı power good ayağıdır. Belə də start var. Normal qaydada start gedir. Anakartda amperimizdə az öncə göstərdiyim kimi 0.65 0.65 olduğuna görə, yəni bu chipsetdən bir belə deyək, oxunma getmir. Nəyə görə? Çünki power good ayağı belə deyək, bu anakartda sağlam deyil. Mən bu kontroller məndə olmadığına görə bu kontrollerin analoqunu, yəni ICL səhv etmirəm 6238 olmalıdır. Birazdan onun da data sheetini göstərəcəyəm. Mən analog olaraq onu dəyişdirib və nəticəyə baxacağıq. Mənim
anakartımın sxemidir. Az önce dediğim kimi PL6 bir plus bölməsidir. Bu həmçinin birbaşa olaraq Win ayağına daxil olur. Üçüncü ayağa, daha sonra sağ MOSFETimizin 5, 6, 7, 8-ci ayağına daxil olur. Qeyd edim ki, startımız var. Enable ayağı 3.3 voltaj var. Yəni kontrollerimiz aktiv olur. Gate ayaqları da aktivdir və bizim PL7 Duracell PL7 Duracell ilə VTTP, yəni 1.5 voltaj, 1.05 voltaj chipsetimizə daxil olur. Lakin bizdə problem olan, baxın, bu bölmədir. Power good bölməsi və bu bölmədən gördüyünüz kimi Power OK, Power OK CPU. Bu siqnallar normal deyil. Belə, indi mən analogunu göstərim. Belə ki, bizim kontrollerimiz APW7138'dir. Gördüyünüz kimi burada da çıxış voltajlar haqqında belə də ki, ümumi məlumat verilib. Mənim əvəzləyəcəyim isə deməli harda yazılıb? Aha, ICL 6268. Qeyd edim ki, bu kontrollerimizin analogudur. Gördüyünüz kimi burada da pin out bölmələri var. Gördüyünüz kimi burada da qeyd etdim ki, 3-cü ayaqda Win ayağıdır, 2-ci ayaq Power good ayağıdır. Belə, mən kontrollerimizi dəyişim və birlikdə baxaq. Mən artıq kontrollerimizi dəyişdirdim. Kontrollerimiz qeyd etdiyim kimi ICL 6238 kontrollerdir, yəni digər kontrollerimizin analogudur. Adaptorumuzu qoşaq. Gördüyünüz kimi LED işıq yanır. Start verək. Qeyd edim ki, artıq buradan səs gəlmir. Amperimizə də baxaq. Amperimiz gördüyünüz kimi artıq yüksəkdir. Hətta bu bizim artıq səhv eləmirəmsə bu Wi-Fi LED işığıdır, artıq yanır. Belə power goodumuzu da yoxlayaq. Power goodumuzu yoxlayaq. Power good. Deməli belə görünürmü? Bir anakarta start verək. Gördüyünüz kimi power kodumuz da 3.4'dür, 2.5 voltaj qalxır və standart olaraq artıq 3.4'də verdik. Power kodumuz da normal qaydadadır. İndi isə LVDS konnektorda qarşıaq, görək görüntümüz varmı? Və budur, artıq laptopumuz işlədi. Belə, bugünkü dərsimizdə bu qədər. Qeyd edim ki, əsas məqsədim buradakı kontrolleri digər analog versiya ilə əvəzləmək və belə deyək, əsas önəmli ayaqlar haqqında məlumat vermək. Bir də məsləhətim odur ki, belə deyək, sadəcə voltaj problemi olduğu zaman əhəmiyyətsiz yerləri istidərək sıradan çıxartmağa ehtiyac yoxdur. Hətta biraz bu hissədə də diqqətlə baxdığımız zaman HMI stikləri üçün belə deyək, kiçik rəng dəyişməsi olur. Gördüyünüz kimi bu tərəfdə də rəng dəyişməsi var. Çox ehtimal ki, burada da nələri dəyişmək istəyiblər bilmirəm. Belə, bugünkü dərsimiz bu qədər. İnşallah növbət dərsimizdə görüşərik.